gözəl insanlar, maye molekulunu daxilə doğru cəzb etmə olduğu üçün, yəni daxildəki molekullar səthdəkiləri özünə çəkdiyi üçün mayenin səthi gərilir. Deməli, səthin gərilmə səbəbi mayenin kürə formasında, damcı formasında olma səbəbi əslində buna görədir. Yəni, daxili cazibə qüvvəsinə görədir. Yəni, belə başa düşün, əgər maye molekulu, deyək ki, su damcısı və civə səthin üzərinə düşəndə gördüyünüz kimi kürə formasındadır. Bunun səbəbi əslində nədir? Modelindən baxaq. Yenə eyni məsələ daxilə doğru cəzb etməyə görədir. Deməli, səthi gərilmə maye molekullarının bir-birini cazibəsi nəticəsində oluşur. Yəni, maye molekulları daxilə doğru cəzb edəndə burada indi keçəcəksiniz. Ola bilər ki, düşdüyü səthi islatsın, ola bilər ki, düşdüyü səthi islatmasın. İndi həmin bu məsələdə biz daxilə doğru cazibə qüvvəsini belə hesablayacağıq. F bərabərdir sigma L düsturundan hesablayacağıq. Yəni, uşaqlar, deyirsiniz ki, burada mənim iki cazibə qüvvəsi var. Bir, maye molekullarını səth özünə çəkib, buna F maye bərk deyəcəyik. Bir də maye molekulları içəriyə doğru çəkib, buna da F maye deyəcəyik. Və bu daxili cazibə nəticəsində uşaqlar maye bu cür səthə yayılır. Əgər maye bərk maye mayədən böyükdürsə, onda düşən damcı səthi isladır. Yəni, səthə yapışır. Yox, əgər maye bərk kiçikdirsə F maye, bu zaman nə olur? Artıq kürə formasını alır və səthi islatmır. Məsələn, bayaq gördüyünüz civə damcısı mayəyə baxanda, məsələn, şüşənin üzərinə düşsə, islatmayacaqdır. Şüşəni su isladacaq, amma civə islatmayacaq. İslatmaq, islatmamaq, deməli, bu daxili quruluşdan asılıdır. İndi, gözəl insanlar, burada açıq səth var. Və bu səth gərildiyi üçün, bax, burada belə bilin ki, səthə perpendikulyar istiqamətdə səthi gərilmə qüvvəsi təsir edir. Səthə perpendikulyar istiqamətdə. Və bu F qüvvəmiz sərbəst səthin uzunluğundan asılıdır. Yəni, sərbəst səthin uzunluğu nə qədər çox olsa, demək, səthi gərilmə qüvvəsi də o qədər çox olacaq. Və biz səthi gərilmə misalında sigma bərabər